ləzzətə, xoşluğa, zövq almağa, şadlığa mane olan amillərdən biri də günahdır. Günahın bir təsiri də budur ki, qəlbi öldürür. Ruh öləndə lazımsız olur. İnsanlıqdan çıxır. Ruh öləndə Allah ruhda zuhur eləyə bilmir. Allah gərək qəlbdə zuhur eləsin. Allah həydir, diridir. Ölü qəlbdə zuhur eləyə bilmir. Biz öz zərərimizə iş görürük, Allah narahat olur. Biz öz xeyrimizə iş görürük, Allah şad olur. Allahı belə tanıtdırmamışıq biz. Allahı belə tanıtdırmamışıq. Allah hey günah mövzusuna həsr edib özünü. Allahın işi, gücü, dərdi, səri bizim günah eləməməyimizdir. Niyə? Çünki günah bizə zərbə vurur. Allah özünü öldürür ki, sən günah eləmə. Nə vardı ki, deyəsən, bu şey zərərli də eləmə, bu şey xeyirli də eləmə. Nə vardı ki, bunu deməklə eləsin? Allah yaradıb görür, bilir ki, deməklə bu düzəlməyəcək bu. Böyle bir varlıq düzəlməyəcək. Deyir, gərək mən qarışım işə. Allahlığımla meydana girim. Mən gərək fəryad eləyim, əmr eləyim, qadağan eləyim, təhdid eləyim, danışım, deyim, təşviq eləyim. Hər hansı vasitə ilə işə girim, bir səsküy yaradım ki, bunu çəkindirim. Yoxsa deməklə nə olmur? Böyle bir varlıq desən ki, bir dəfə, filan şeylər sənə ziyan deyə, düşün başüstü, ziyan da eləməyəcəm. Elə olmur axı, biz özümüzü tanıyırıq da. Orucluq nədir, bax? Giriftar qoyub, biz ac, susuz qalmışıq, oturmuşuq burada bir saat, məcbursuz mənə qulaq asasız. Nədir mənası? Yəni, bir ay günah eləməyə heç olmasa, bir ayda minimum zəruri ehtiyaclarımızdan, yemək kimi ibtidai ehtiyacımızdan imtina eləyək, hə? Bir ay ki, bəlkə sonradan da davam eləyə bildik. Bunun üçündür bu şey. İnsana deməklə düzəlmir. İnsanın öz xeyrinə çatması üçün Allah din göndərir. Əmrlər, qadağalar, olar, olmaz, günah elədim, mənə üsyan elədim, filan. Bunlar hamısı Allahın sevgisinin təzahürüdür. İl ərzində günahdan qorunmaq üçün ən gözəl fürsətin içindəyik. O adamlar ki, günah elədilər, pis iş gördülər, günahları təkrar elədilər, onların aqibəti gəldi belə oldu ki, onlar Allahı dandılar və Allahın ayələrini ələ saldılar. Deməli, bunlar əvvəldən inanırdılar. Allah göstərməsin, adam görür ki, dünən müqəddəs bildiyi şeyi bugün ələ salır. Mən görmüşəm. Xanım Zeynəb bunu Yezdin məclisində oxudu bu surəni, bu ayəni. Deyir ki, pis iş görənlərin aqibəti axırda bununla nəticələnir ki, Allahın ayələrini inkar edirlər.